Salam hörmətli tamaşaçılar, gündəm verilişi növbəti buraxılışı ilə efirdədir. Bu dəfə ötən əsrin 90-cı illərdə Azərbaycanda yaşanan ağır sosial, iqtisadi, ictimai vəziyyətlə bağlı, eyni zamanda Ulu Öndər Heydər Əliyevin xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə həyata keçirilən çox möhtəşəm işlərdən danışacağıq. Qonağımız isə Yeni Azərbaycan Partiyasının qurucularından biri, eyni zamanda professor, əməkdar elm xadimi, 91-lər hərəkatının üzvü Şahlar Əsgərovdur. Şahlar mənim, xoş gəlmişsiniz. Xoş görüşdük. Şahlar mənim, belə girişdə də qeyd elədiyim kimi, ötən əsrin 90-cı illərində Azərbaycanda vəziyyət doğrudan da acınacaqlıdan da acınacaqlı idi. İndi o dövrün siz əyanı şahidi idi, proseslərin içərisində idiniz. Niyə Azərbaycan belə gözlənilmədən böhranlı vəziyyətlə üzləşdi və bu böhranlı vəziyyət fonunda torpaqlarımızın işğalı prosesi yaşandı? Yəni, mən güman edirəm ki, həmin bu 90-cı illər hərəkətindən artıq 30 ildən çox keçib. Azərbaycanda o səhnə aydındır ki, bəli, 98-də ölkənin idarə etmə aparatının sükanı Kamran Bacırovun əlində idi. Saxlaya bilmədi, Vəzirov hakimiyyətə gəldi. Vəzirov da saxlaya bilmədi, Mütəllibov hakimiyyətə gəldi. Mütəllibov da saxlaya bilmədi. Mən ancaq dövlətə başçılıq edən adamları sayacağım. İsa Qəmbər də 1-3 ay oldu, sonra Əbülfəz Elçibəy də hakimiyyətə gəldi. Amma Azərbaycanda gedən siyasi proseslər o qədər sürətlə gedirdi, o qədər xalqın ziyanına gedirdi ki, deməli, səhərə bir ümid yeri qalmamışdı. Bütün siyasi qüvvələr hamısı hakimiyyətdə gəlib təslim olmuşdular, hakimiyyətə gəlib getmişdilər. Bir milli demokratik hərəkət qalmışdı. Elə bir o da gələrdi, o da 3 ay, 4 ay alıb gedəsi idi. Onda bir qrup ziyalılar başda deməli, Ziya Bünyatov olmaq şərti ilə, Sürüs Təbrizdə olmaq şərti ilə, Xəlirza Ulu Türk olmaq şərti ilə, universitetin 17 müəllimi və Bakı Dövlət Universiteti 17 müəllimi və Azərbaycan 91 ziyalısı Heydər Əliyevə məktubla müraciət etdi. Məktubun da məqsədi nə idi? Heydər Əliyev üçün bir növü Bakıya gəlmək qırmızı xətt idi. Çünki o bir dəfə Bakıya gəlmişdi, 2 gündən artıq imkan vermədilər. 2 gündən sonra o məcbur oldu, Naxçıvana getdi. Bu dediyim adların saydığım insanlar onu Azərbaycana dəvət etdilər ki, Azərbaycanın vəziyyəti ağırdır. Biz o mövzuya gələcəyik. Mən sizinlə onu aydınlaşdırmaq. Bilirəm, hər dəfə sizi vaxtınız olmur, hər dəfə də elə bir fürsət yaranmır ki, sizlə belə bir verilişdə bir qonaq olaq. Ona görə mən tam xırdalıqlı ilə müəyyən məsələ aydınlaşdırmaq istəyirəm. Sən sualına məncə niyə baş verdi? Mən onu aydınlaşdırmaq istəyirəm ki, yəni Azərbaycan müstəqillik ərəfəsi və yaxud da müstəqillik əldə etdikdən sonra Ayaz Mütəllibov hakimiyyətdə idi. Yəni Vəzirovu Ayaz Mütəllibov əvəz etmişdi. Ayaz Mütəllibovu da Azərbaycan Xalq Cəbhəsi Müsavat cütlüyəri. Niyə bu 3 qurum, 3 şəxs, 3 deyək ki, sistemdə bir-birinin səhvlərindən nəticə çıxara bilmədilər? Bu tək bizdən asılı deyildi. Azərbaycanda baş verən bütün o siyasi proseslərdə görünməz bir əl vardı. Şimal qonşunun əli. Rusiyanın? Bəli, əlbəttə ki. Onlar, bəs nə danışsan, onlar yaradırdı hər şeyi. Yoxsa bizim özümüzə qalsaydı, Ayaz Mütəllibov da axı çox asanlıqla dil tapa bilərdi. Amma qoymurdular. Ona görə, deməli, elə bir balaca sakitləşəndə bir yerdə bir alov partlayırdı. Misal üçün, elə deyək ki, Sürət Söyünovun başladığı qiyam. Halbuki Sürət Söyünov Elçibəyin tərəfindən hakimiyyətə gəlmiş adamdır. Milli qəhrəman da adı vermişdir. Yəni, bu tək Azərbaycanda gedən hadisələrin hamısı Azərbaycanın özündən qidalanmırdı. O, ən çox deməli, Rusiya öz nüfuzunu Azərbaycanda saxlamaq istəyirdi. Bu niyyətə də çatmaq üçün hər cür... Ancaq Rusiya mı? O zaman tək Rusiyanı demək olar. Bizə desin, qoşulluğumuzda da var ya bir dənə. Yox, elə İranda, Türkiyədə, amma əsas Rusiyadır. Çünki Rusiyanın burada adamları çoxudur.
adamları çoxdur. Hakimiyyətdə olan adamları da çoxdur. Rusiya öz dediyini elə belə söz demirdi ki, adamlar vasitəsilə həyata keçirirdi. Ona görə deməli bu tək o proseslər tək ölkə daxilindən qidalanmırdı. Ölkə xaricindən də ən böyük təsir ölkə xaricindəndir. Demək olarmı ki, deyək ki, Qondarma Talış Muxan Respublikası, Sadvalçılar, Qarabağdakı bu separatçılar elə Rusiya özü formalaşdırır? Əlbəttə ki, onlar hamısı dövlət qurulunda siyasi məsələlərdir. Siyasi nəticəni almaqdan ötürü uzun illər tədqiqat aparmalısan. Biz o tədqiqat aparmırdıq. Ruslar yuxarıda aparmışdı. Əllərində hazır reseptlər vardı ki, Azərbaycanı zəif saxlamaq üçün parçalamaq, Talış Muxan Respublikası düzəltmək, nə bilim, hərbiçilərdən dövlətin əleyhinə gedən bir qrupa yaratmaq və s. Bunlar hamısı, onlar gözəl bilir. Yəni bu imperiyanın özünün idarə etmə mexanizmləri vardı, onlar da onu əzbər bilirdi. Amma deyək ki, Vəzirov Ayaz modeli başa düşüləndə onlar kommunizm şeirindən çıxmışlar. Bu xalq cəbhəsi var, Əli Kərimli, Elçibək, İsəgəmi, Arif Hacıyev, kar-kur lal idilər zehniyyətlər yox idi. Baş verənləri, yaxın onlar o kommunizm dövrünün bir növ yetirməsi olsalar da müstəqillik dövründə formalaşmışdı. Niyə nəticə çıxardı? Onlar hamısı lokal səviyyədə lokal siyasətçiləridir. Amma Azərbaycanda bütün proseslər qlobal səviyyədə gedirdi. Yəni o Azərbaycanda gedən proseslərin çoxu o adlarınız çəkdiyin adamların başa düşmə səviyyəsindən çox qəlbədə gedirdi. Eşq olsun abi. Çox gedirdi. Bu baxımdan anlamırdılar da. Əlbəttə yuxarıda gedir, anlamırdı. Amma yenə Allah rəhmət eləsin Elçibəyə başa düşdü ki, Azərbaycanın müstəqilliyi əldən gedir. Yadınızdadır, bir dəfə Arif Hacılı var idi, icra aparatının rəhbəri, prezident administrasiya. O deyirdi ki, biz 9 ölkənin razılığı ilə hakimiyyətə gəldik. Niyə? Hakimiyyətə bunları gətirəndən sonra onlar hakimiyyətdən uzaqlaşdırmağa sayı göstərdilər. Bu kim gətirir gətirsin, Azərbaycanda güc Rusların əlində idi, gizli güc. Yəni deyək ki, 9 ölkənin sırasını Rusiya yox idi. Ola bilər, onlar misal üçün Çexiyadan soruşurlar ki, biz gəlməsi deyir, get gəl. Finlandiya deyəcək, get gəl. Amma güc burada kök salmış 70 il. 70 il isə 3 nəsildir, 25 ildən bir nəsildir. 3 nəsil dəyişmiş bir rəhbərlik olub, totalitar rejim olubdur. Totalitar rejim. Onlar deməli əsas güc bunlardır. O 9-un da əhəmiyyəti var, amma əsas güc o 9-da deyil, o 9-un birindədir. Məsələn, o dövrdə bilirsiniz, hər bir imkanlı, müxtəlif qüvvələrə bağlı olan şəxslərin silahlı dəstələri var idi. Yəni, o silahlı dəstələri zərərsizləşdirməklə irəliyə doğru, yəni müsbətə doğru addım atmaq olardı da. Yox, dəstələrlə müharibə eləyə, sənə müharibə elan etmiş bir dövlətə qalib gələ bilməzsən. O dəstələr yaranırdı. Ona görə ki, onlar dövlətçiliyi qorumaq üçün yaranırdı. O zamanki dövlətin başında duran rəhbərləri qorumaq üçün. Onlar ana bacısın, uşağını qorumaq üçün dəstələr yaradırdı. Hər kənd özünün batalyonunu yaradırdı. Hər rayon özünün batalyonunu yaradırdı. Ulu Öndər Heydər Əliyev çox gözəl deyibdi. Deyir ki, əvvəllər deməli, vətən darda olanda insanlar hökmən silahlanır, ona qarşı çıxış edir. Bu tarixdə əvvəllər də belə olub. Bugün də belədir, sabah da belə olacaqdır. Qəfildən ki, bir düşmən gələndə, deyək ki, Mardəkertdə düşmən silahları Tərtərə hücum edir. Bakı da Tərtərdən çox uzaq və Tərtərlər neynəməlidir? Silahlanmalıdırlar da. Buna nə deyirsən? O dəstə dediyin şeydir də. O dəstələr sonradan hakimiyyətə təsir edir. Deməli, sonradan onlar böyüyür, eləyir, dövlətlə əlaqə saxlayır, sonra hakimiyyətə mən yadıma gəlir ki, 1993-cü ildə də iyul ayında ermənilər də Tovuza hücum eləmişdilər. Sürət Hüseynov da Bakıya hücum eləmişdi. Başa düşmək olmurdu. Hansı ermənidən daha üstü? Yəni Sürət Hüseynov yoxsa ermənilər? Yəni o çox qarışıq bir dövrən, bulanlıq bir siyasi bir dövrdür. Amma mən elə bilirəm ki, biz ondan çox Heydər Əliyevdən danışmalıyıq. Böyünər Heydər Əliyev. Yəni bu faciələrin qarşısını Ulu Öndər Heydər Əliyev gəldi, ala bildi. Eləmi? Bəli. Ona görə biz Heydər Əliyevdən danışmalıyıq və bu günlərdə bu yaxınlarda
Heydər Əliyevin anadan olmasının 102-ci il dönümüdür. Buna görə biz öz cəmiyyətimizə, öz vətəndaşlarımıza Heydər Əliyevin böyüklüyün, onun vətən qarşısında xidmətlərini, onu Azərbaycan xalqı qarşısında xidmətlərini deməliyik. Təsəvvür eləyək ki, bu da Ulu Öndər Heydər Əliyevə müraciət olundu, xalq tərəfindən 91-lərdə. Təsəvvür eləyək ki, bəxt talih bu millətin üz döndərib və Ulu Öndər Heydər Əliyev müsbət cavab vermədi. Gör nə deyirəm. O halda nə baş verərdi? Birinci, xalq heç zaman heç kəs çağıra bilməz. Rəsul Rızanın xalqı yoxdur, niyə çağırmır Moskvadan? Mütəllib o Moskvadan, xalq niyə çağırmadı? O biriləri xalq deyil, həmişə fərdlər çağırır. Çünki xalqda ideya yoxdur. Xalq əl çala bilər sənə. Ya sənin yolunu dağlaya bilər. İdeya müəllifi, nəzəri cümlənin müəllifi fərddir. Sizə elə gəlir ki, xalq mahnısı deyilən bir mənadır. Xalq mahnı yarada bilər. Ömründə yaradamı. O bir fərdin yaratdığı məktəbdir, bir fərdin yaratdığı, bir müğənninin, bir musiqiçinin yaratdığı mahnıdır. Müəllif addan çıxıbdır, ya da addan çıxıbdır, xalqın adına bağlayırlar. Ona görə Heydər Əliyevi xalq çağırmayıb, onu deyirlər, düz demirlər. Heydər Əliyevi fərdlər çağırıbdır, Ziya Bünyatov, Sirus Təbrizli, Ulu Türk, Mursiz Ələsgərov, nə bilim, Səfiyər Musayev 91 Onlar xalq deyil. Xalqın nümayəndəsi, onun arxasında mən də qol çəkmişəm. Mən xalq deyiləm, amma mən orada qol çəkmişəmsə, Azərbaycanın bir regionundayım. O regionun əhalisi 50 min nəfərdir. O 50 min nəfər məni tanıyır, atamı tanıyır. Mən əgər düz adamamsa, yaxşı adamamsa, cəmaat mənim dalımca gedəcəkdir. Onda xalq olmur. Qabaqda mən olmam, rəqamda xalq durur. Deməli, başa düşdüm, mən indi rayon adı çəkmədim. Xalq olmur, bir dəfəlik bilin, xalq torpaqdır. Torpağa əhməsən bitirər, xalqa ideyanı əhməsən dəstəklənməz. Bu Azərbaycan bu həqiqəti bilməlidir. Bu həqiqəti Azərbaycan ziyalıları bilməlidir. Azərbaycan ziyalıları bilməlidir ki, Heydər Əliyev ümumilli lider statusunda deyil, o Ulu Öndər statusundadır. Ümumilli lider diri olan liderə deyərlər. Əlində bayraqdır, televizorda çıxış eləyir, rayonda çıxış eləyir, xalqın qarşısına çıxış eləyir, bu liderdir. Bu canlı bir insandır. Amma dünyasını dəyişmiş adam lider ola bilməz, axı belə qüsurları buraxmayaq. Çünki bizi xarici ölkənin kəşfiyyat orqanları bizim düşüncəmizi ölçür. Bu sözləri tapanda deyir ki, hələ bunlar düşüncəsində böyük qüsur var. Hələ başa düşmürlər ki, Heydər Əliyevi kim çağırıb? Başa düşürsən? Onu aydınlaşdır. Necə oldu ki, 91-lərin bir müraciəti hazırlandı və Ulu Öndərə müraciət qəbul edildi? Bunu təşkil edənlər oldu əlbəttə. Burada deməli, Ziya Bünyatov onda Elmlər Akademiyasının vitse-prezidenti idi. Onun yanına yığılırdıq. O zaman Elçibəy hakimiyyəti dövrü idi. O zaman o yığılanda axırda belə qərara gəlindi ki, və xalqdan da tez-tez eşidirdik ki, Heydər Əliyev gəlməsə və vəziyyətimiz düzəlməyəcək. Axırda o 91-lər müraciət elədi ki, vəziyyətimiz belədir, sizin bura gəlməyinizə zərurət yaranıbdır. Ondan qabaq o partiyalar ki vardı, Azərbaycanda yaranmışdı, hamısı bir-bir getmişdi Heydər Əliyevin yanına, istəyirlər ki, öz partiyalarının rəhbər olsun. Hamısını imtina eləmişdi. Amma indi böyünləri 102 illiyidir, bunu demək lazımdır. Sirus Təbrizli 39 gün Heydər Əliyevin yanında qaldı. Onu inandırdı ki, sən getməlisən Bakıya, yoxsa Azərbaycan əldən gedir. Burada indi bunu da deməliyəm. Vətəni sevgisi böyüdür Elçibəy. Heydər Əliyevin dalınca təyyarə göndərdi ki, yalvardı ki, gəl, mən bacarmıram, gəlcəm bu dövləti idarə elə. Heç bir adam bir adama bir qəzet, kitab, qələm vermir. Bu prezident kürsüsünü təklif elədi.
Niyə elədi? Niyə elədi? Çünki vətən əldən gedirdi. Yenə Rusların dediyi keçəcəkdi Azərbaycanda. Amma Heydər Əliyevin Elçibəydən fərqi bu idi ki, Elçibəy lokal düşüncə sahibi idi, millət tərəfindən sevilirdi. Heydər Əliyev bundan əlavə qlobal düşüncə sahibi, dünyada gedən prosesləri başa düşürdü. O başa düşürdü, bu külək hardan gəlir, bu yağış hardan gəlir, bu zərbəni kim vurdu. Ona görə deməli 91-lər müraciət elədi, dalıncan da təyyarə göndərdi, xalq göndərmədi, Elçibəy göndərdi. Elçibəy göndərdi. Elçibəy göndərdi, o da gəldi, çox çətinliklə dövlətin, dağılmış dövləti bir yerə yığdı. Ölümlərlə hədələndi Heydər Əliyev, ölümlərlə hədələndi. Deməli, Afiyəddin Cəlilov, Şəmsi Rəhimov öldürüldü. Niyə öldürüldü? Çünki Heydər Əliyev o zaman BMT-yə çıxışa getmişdi. Qorxudurdular ki, vətənə qayıtma, ölə bilərsən. Elə oradan Türkiyə get, oradan da çıx get. Azərbaycana qayıtmamaq. Böyük güclər deyirdi. Bəli, əlbəttə. O böyük güclər niyə? Bir nəfər göz vardı da bu torpaqda. Kimin olmuşdu bu torpaq? Rusiyanın. Rusiya istəmir torpağı versin. Bunu başqa dövlətlər bura niyə qataq? Bu saatda istəmir də, gömsə Ukrayna ilə müharibə aparır. Niyə aparır? Əvvəl mənim olmuşsan, yenə mənim olmalısan. Gücülərlə əvvəl mənim olmuşsan, yenə mənim olmalısan. Azərbaycan əvvəl mənim olmuşsan, yenə mənim olmalısan. Bu ki, sadə həqiqətdir. Burada mən heç siyasətçi deyiləm, amma siyasətçi olmasam da bunu mən başa düşürəm. Amma siz deyirsiniz ki, təhdidlər olunurdu BMT-də çıxışı zamanı ki, sən ölkənə getmə, Türkiyəyə get. İki adamı öldürdülər, qorxuydu da. Çünki insanı fəaliyyətə gətirən iki şey var. Bir maraq, birdən qorxu. Qorxu ilə Heydər Əliyevə təsir edildilər ki, vətənə qayıtmaz. Amma öz xalqına gəldi, Süleyman Dəmirəl dedi, sən vətənə getcəm, Pakistana getmə. Dostu vardı. Aeroportda Süleyman Dəmirəl dedi ki, Bakıya qayıt. Devrillər. Bunlar mənim yadımdadır. Amma yenə mən bunlardan da heç danışmaq istəmirəm. Mən danışmaq istəyirəm ki, Heydər Əliyev kimdir? Buyurun, kim idi müəllim? Mən bunu orta bir Azərbaycanlının gözü ilə, orta bir ziyalının gözü ilə, orta bir alimin gözü ilə demək istəmirəm. Mən bunu dünyanın məşhur adamlarının ikisinin sözü ilə demək istəyirəm Heydər Əliyev kimdir. Deyək ki, Bülent Ecevit deyilən Türkiyənin baş naziri olmuş bir adam deyirdi ki, Heydər Əlirzəoğlu 1000 ildə bir dəfə yetişən dahidir. O həyatda Atatürk'dür. Bu vadi bir adam deyil, bu bir elmlər doktoru deyil, profesör, böyük bir dövlətin baş naziri deyir bunu. 1000 ildə bir dəfə, 1000 illə də 100 ilin fərqini bilir. O 100 il də deyə bilərdi, amma 1000 il dedi. O başqa adamlardan ancaq Atatürk'ün adını çəkdi. Çünki Atatürk də Osmanlı İmperiyasının üzərinə dövlət qurmuşdu. Ona görə o deyirdi ki, gəlib Heydər Əliyev bu dağılmış, keçmiş Sovet Azərbaycanın üzərində yeni bir dövlət qura bilər. 1000 ildə bir. Başqa Heydər Əliyevin böyüklüyünü sübut edən başqa bir misal. Amerika Birləşmiş Ştatlarının dövlət katibinin müavini. Heydər Əliyev dünyasını dəyişəndə dedi, Heydər Əliyevin ölümü ilə dünya bir qədər kiçildi. Kişi, dünyada 5 milyar adam yaşayır. 6 milyar, indi bu adam bir nəfərin ölümü ilə deyir, dünya balacalaşdı. Gör, nə qədər böyük, nəhəng adamdır Amerikanların gözündə. Dedi, dünya balacalaşdı. Bax, bu iki cümlənin işığında baxaq Heydər Əliyevin dahiliyinə. Dahi kimdir? Sən ziyalı, neçə ildir burada əziyyət çəkirsən. Əməyin çox, partiyanın yolunda, Səs qəzetinin yolunda, Səs televizyonda. Dahi kimdir? Gəl dahiyə tərif verək, ikimiz. Mən verim. Dahi o kəsdir ki, onun bugün dedikləri keçmiş zaman üçün də doğrudur. İndiki dövr üçün də doğrudur. Gələcək zaman üçün də doğrudur. Bütün zamanlarda aktualdır. Deməli, o aforizm deyə bilir. Yəni, zamanın çürüdə bilmədiyi fikir söyləyə bilir.
zamanın çürüdə bilmədiyi, əridə bilmədiyi, yox edə bilmədiyi fikir söyləyə bilir. Misal üçün deyim. Buna aforizm deyirlər. Zamanın əridə bilmədiyi fikir aforizm deyirlər. Heydər Əliyev aforizm 500-ə yaxındır. İkisini deyim, bundan da qutarıq. Hələ Naxçıvanda olanda, yəni Bakıya gəlməmiş, Naxçıvanda yaşayanda 91-lərin məktubuna cavab yazdı. Cavabında yazdı, əgər hər bir ölkənin vətəndaşları öz hüquqlarını anlayarsa və qoruya bilərsə, onda ən kiçik məmləkətlər belə böyük dövlətlər qədər qüdrətli olar. Keçmişə aiddir, indiyə aiddir, gələcəyə aiddir. Yoxdur ki, səhv aforizmdir. Və yaxud da mənim öz sahəmə qədər, təhsillə bağlı. Deyir, bizim bu dövlətin gələcək taleyi gənclərə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır. Və yaxud da biri, bu zamanları hücumlar çoxudur. Ondan sonra fikri möhkəmlənməmiş insanlar da çoxudur. Onları düz yola dəvət etsən deyirdi. Azərbaycanın dövlət müstəqilliyi dönməzdi, əbədi sarsılmazdı. Bu nədən ötürü deyirdi? Deyirdi ki, yəni da biz o dövlətdən aralanmışıq, bu dövlətə keçmişik. Ona görə bilin, bu dövləti dönməz, sarsılmaz, əbədi etməkdən hamımız bir olmalıyıq. Bunlar hamısı aforizmlərdir. Böyük dövlət başçılarının heç biri belə deyə bilməyibdir. Elə indiki dövrdən götürgünən sağımızda, solumuzdakı dövlət başçıları deyə bilməm, Heydər Əliyev 500-ə yaxın belə dəyərli fikirlərin elə mən toplamışam. İndi bunlar, zaman bunları yemirsə, bu adam dahi öyrət, baxsın. Təbii ki. Dahidir. Ay, sonra. İndi ikinciyə gedək. Heydər Əliyev tarixi şəxsiyyətdir. İkimiz də ziyalı, ikimiz də yaxın üzvü. Tarixi şəxsiyyət kimdir? Niyə şahlar tarixi şəxsiyyət deyil? İlham tarixi şəxsiyyət, Heydər Əliyev tarixi şəxsiyyətdir. Nədir bu tarixi şəxsiyyət? Buna tərif verək. Baxaq tarixə. Tarixdə uçmuş bir imperiyanın yerində yaşaya bilən, qüdrətli bir dövlət quran adam tarixi şəxsiyyət deyirlər. Atatürk tarixi şəxsiyyətdir. Niyə? Osmanlı imperiyasının qalıqları üzərində Türkiyə Cumhuriyyətini qurdu. Elədir mi? Tənqid eləsək də Lenin tarixi şəxsiyyətdir. George Washington. Bəli, onda gələr. Lenin Çar imperiyasının üzərindən bir sosialist əsaslı bir dövlət qurdu. George Washington tarixi şəxsiyyətdə Amerika dövlətini yaratdı. Adenauer müharibədə olmuş Almaniyanın çürükləri üzərində dövlət qurdu. İndiki Almaniya tarixi şəxsiyyət. Və Heydər Əliyev neynədir? Heydər Əliyevdə Mütəllibovun qoyub qaçdığı, Elçibəyin qoyub qaçdığı, Vəzirovun qoyub qaçdığı, Kamranın qoyub qaçdığı dövlətin qoyub qaçdığı dövlətdə gəldi bir dövlət qurdu. O dövlətin adı Azərbaycan dövləti oldu. Və bu dövlətin möhkəm olması haqqında da belə dedi. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədi və sarsılmazdır. İndi bu tarixi şəxsiyyətdir, tarixi şəxsiyyət deyil. Təbii ki. Gəl başqa. Üçüncü, Heydər Əliyev planetar düşüncəli bir insandır. Planetar düşüncəli. Planetimiz, o deyək sizdə səsdə, dairədə iki cür idarə etmə var. Totalitar idarə etmə var, bir də demokratik idarə etmə var. Demokratik idarə etmə kimdədir? Avropa dövlətlərində. Totalitar idarə etmə hardadır? Çindədir, Rusiyadadır, ondan sonra başqa bu kimi dövlətlərdədir. Bu dövlətlərdə totalitar idim. Heydər Əliyev 2 dəfə Azərbaycanda hakimiyyətdə oldu. Birinci, İSSR dövründə hakimiyyətdə oldu. Totalitar bir dövlətdə. Azərbaycanı çox geridə qalmış bir vəziyyətdən lap qəlbiyə qaldırdı. Azərbaycanı dirçəltdi. Elədir mi? Dirçəltdi mi? Birinci hakimiyyəti. Sonra ikinci dəfə gəldi. İkinci dəfə gəldi, 10 ildə Azərbaycan demokratik bir dövlətə çevirdi. Baxın, planet 2 yerə bölünür. Totalitar ideoloji. Heydər Əliyev içində də Azərbaycanı rəhbərlik eləyibdir. İçində də Azərbaycanı qaldırıb yuxarıya. Deməli, planetar düşüncəli bir insandır. Üstəlik, birini də deyim, bundan mən elə biləm qutara bilərik. Heydər Əliyev sanki yer adamı deyildi.
yer adamı deyildi. Ülvi bir adamıdır. Niye? Heydər Əliyev deməli 69-cu ildən rəhbərlik elədi. 82-yə kimi sonra getdi Moskvaya. Moskvada bir neçə il onu Qarbaçov təkidi ilə zoran deməli istifaya getdi. Bir də sonra 93-cü ildə gəldi. Yəni 92-də partiya oldu, 93-də gəldi. Respublikanın başında durur. Heydər Əliyevin bir əsəri var. Min illərin qovşağında. Heydər Əliyevin şah əsəridir. Əgər desək ki, Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir, bu düzdür. Amma bununla bərabər Heydər Əliyev öz qələmi ilə, öz əli ilə yazdığı bir 50-60 səhifəlik məqaləsi var ki, o min illiklərin qovşağındadır. 2000-ci il bitdi. 2000-ci ildə. Dekabrın 31-də 2000-ci il, 2000 illik tarix bitdi. 3000 illik tarixin birinci günü gəldi, birinci ili gəldi, birinci həftəsi gəldi. Dünya dövlətlərinin heç biri bunu duymadı. Tarixin bu dəyişikliyi Heydər Əliyev duydu. O əsəri yazdı. O əsərdə yazır ki, mən 14 ilə Bakının yaşam fondu qədər evlər tikdim. Bakının yaşam fondu, yəni Bakıda əhəli nə qədər yaşır ki, evləri var, o qədər evdim, özünə iki gözlə ev götürmədi. Yer adamı deyil də. Bizim kimi adam deyil. Biz götürərdik də, bir iki gözlü nədir, bir üç gözlü, dörd gözlü götürərdik. Hər bir insan eləyərdi. Hər bir insan, çünki yer adamı deyil. O əslində mən 2004-cü ilin aprel ayında 81 idi, Səyyad Aranla bir Yeni Azərbaycan qəzetində mənim bir müsahibəm, orada mən Heydər Əliyev bu deməli Messiyadır ya dedim. Səyyad məndən soruşarlar, mən Messiya deməksən, dedim yox, Messiyadır. Messiya Allah tərəfindən qorunan və millətinin dar gündə gəlib o millətə əl tutan adama Messiyadır. Heydər Əliyev Messiya idi, gəldi bizə kömək elədi. Və bizi əyilmiş belimizi, əyilmiş başımızı dik tutturdu, dikəltdi və 200 illik bir problemi, Qarabağ problemini Heydər Əliyevin övladı, cənab prezident İlham Heydəroğlu Əliyev 44 günə bu problemi həll elədi. Ona görə mən elə bilirəm ki, o xırda para şeylərdən çox belə incə məqamlara getsə İlham, daha dəyərli iş görmüş olarıq. Şahlar müəllim, 1995-ci ildə hazırlanıb və qəbul edilən Konstitusiya aktında insan hüquq və azadlıqlarına xüsusi önəm verilir. Bəli, verdi. Eyni zamanda 1998-ci il avqust ayının 6-sında ölüm hökmünün ləğv edilməsi ilə bağlı da Ulu Öndər Heydər Əliyev bir sərəncam verdi. Bütün və digər insan hüquqları ilə bağlı Ulu Öndər Heydər Əliyevin qanunlar qəbul edib, fərmanlar imzalayıb və Konstitusiyada qeyd elədiyi müddialar əks olunub. Bu bir daha Ulu Öndər Heydər Əliyev insan amilinə, insan faktoruna ən əhəmiyyətli bir dəyər verdiyini nümunə sayıla bilər. Əlbəttə ki, haqlısınız, 100% sayıla bilər. Buna şübhəmiz də yoxdur. Elə ona görə də Ecevit dedi ki, 1000 ildə bir dəfə doğulan dahilərdəndir. 1000 ildə bir dəfə doğulan dahilər özünü yox, həmişə millətin yadda saxlayır, millətin qoruyur. Özünü qorumur. Deməli, burada sənin bu sözünə güc vermək üçün bir şey deyim. Bizim başqa bir həm yerlimiz və Azərbaycanlıdır, Əhməd Ağaoğlu. Əhməd Ağaoğlu 1901-ci ildə Tiflisdə çap etdiyi bir məqalədə yazır ki, Şərq ölkələri o zaman azadlığa çıxa bilər ki, Şərq ölkələri, yəni 1901-ci ildə biz müstəmləkə idik. Bizim ki, müsəlman dövlətləri o zaman müstəqil dövlət ola bilər ki, o zaman müstəqil dövlət onlar bir böyük təlatümün içindən keçsin. Sonra o təlatümü dərk etmək üçün çoxlu fikirə qərq olsun.
Sonra o toplumun içində ölümdən qorxmayan bir lider çıxıb həmin xalqı azad eləyə bilər. İndi bax, Əhməd Ağaoğlu'nun bu fikrinin işığında baxaq Azərbaycanın tarixinə. 20 yanvar 90-cı il təlatum döyüldü Azərbaycan xalqı üçün. Azərbaycan xalqı böyük təlatumdan keçdi. Ondan sonra Azadlıq meydanında o milyonluq mitinqlərdə o çıxışlar nə idi? İlham mənə qulaq. O çıxışlar dərs etmə prosesi gedirdi. Başımıza nə gəlib? Bir çıxırdılar, hərə bir söz deyirdi. Amma əslində o dərs etmə prosesi idi. İlham, dedim ki, ölümündən qorxmayan. Heydər Əliyevdən qabaqçı rəhbərlərin hamısı ölümündən qorxdu, Bakıdan qaçdı. İndi istəyirsən onları bir adını sayayım. Moskvaya gedən oldu. Kim getdi? Mütəllibov getdi. Vəzirov getdi. Az Mütəllibov getdi. Vəzirov getdi. Elçibək Hələkiyə getdi. Hardan getdi? Bakıdan getdi. Niyə getdi? Ölümündən qorxurdu. Çünki Sürət Hüseynov demişdi, gəlib dar ağacında asacam sizi. Qorxdu, getdi. Və Heydər Əliyev hara gəldi? Həmin o ölüm olan yerə gəldi, qorxmadı. Və gəldi, dedi ki, mən Azərbaycanın dövlət müstəqilliyi yolunda özümü və balalarımı qurban verməyə hazıram. İndi deyin görək, bu vəzifəyə gəlibdir, yoxsa bu missiyadır. Xalqı tərəfindən bu messiyadır. Missiya deyil, messiyadır. Messiya, haqlısınız müəllim. Nə gözəl şərh edirsiniz. Detallı şəkildə şərh edirsiniz. Bu messiyaydı. Heydər Əliyevin gəlişi messiyadır. Mən həqiqətən də eşitmədiyim, hardasa oxumadığım yeni faktlar eşidirəm, dinləyirəm. Çox standart sözlər deyilir. Heydər Əliyevi yaxşı tanımayan, yaxşı bilməyən, öyrənməyən adamlar çox danışır. Onlar bütün tribünalar, onlar bütün səsi alır. Onlar da yeni söz deyə bilmir. Ona görə siz sağ olun ki, onsuz da bu Səs qəzeti həmişə yapın platforması olubdur. Laf, belə hələ yap yaranmamışdan qabaq yapın platforması idi. Haqlısınız, çox sevinirim. Bəzən də yine Azərbaycan Partiyasının Səs qəzetinin ofisində, balaca ofisində elə yarandığı da deyilir, ifadə olunub, bildirilir. Mən bu binaya o qədər gəlib getmişəm o günlərdə. Bax, belədir. Biz insan hüquq azadlıqlarından danışdıq. Ulu Öndər Heydər Əliyev fərmanları da imzalayırdı. Yadınızdadır. İlk dəfə olaraq müstəqillik dönəmində Ulu Öndər Heydər Əliyev tərəfindən də fərmanları imzalandı. Nə qədənə insanlar azadlığa qovuşdu və Dünya Birliyi, beynəlxalq təşkilatlar bunu alqışladılar. Bax, çox istərdim ki, bax, elə bayaq qeyd elədiniz, amma daha geniş formatda Ulu Öndər Heydər Əliyevin insan amilinə, insan faktoruna, fərmanlarına verdiyi xüsusi önəmlərdən danışasınız. Heydər Əliyev Azərbaycan vətəndaşlarının hüquq və azadlığını təmin etmək üçün Konstitusiyada təqribən, bilməm, mənə elə gəlir 60-dan çox maddə həsr olunubdur, amma dəqiq deyə bilmirəm. Üçdən biri, amma üçdə biri yadımdadır. Bu Əliyevdir, bəli, həm dediyiniz fərmanlar, həm təhsillə bağlı, həm, baxın, Heydər Əliyev nələr yaratmadı. Gənclərimiz inkişaf etsin deyə gənclər üçün nazirlik yaratdı. Gənclər və İdman Nazirliyi. Gənclər günü elan olundu. Bəli. Sonra Heydər Əliyev qadınlarımız, qızların hüquqları qorunsun deyə Ana Uşaq Qadın Komitəsi yaratdı. Heydər Əliyev yeni çoxlu qurumlar yaratdı. Heydər Əliyev Azərbaycan hələ heç Sovetlər dövlətində, birliyində heç bir dövlətin atmadığı addımı torpağı əhaliyə payladı. Hər bir kəs torpaq payı aldı, indi sonra onu saxladı, saxlamadı, o sonraki problemlərdir. Torpağı kəndlilərə payladı. Özəlləşdirmə sistemini deyirsiniz də. Heydər Əliyev, misal üçün, mənim yadımdadır, elə mənlə də bağlı olduğuna görə deyim ki, o zamanları 1995, 96, 94-cü ildə o qədər özəl ali məktəblər, universitet yaranmışdı ki, sayı 180-dır. 180 ali məktəb. Heydər Əliyev DAEK deyilən, Dövlət Ali Ekspert Komissiyası deyilən bir komitə yaratdı. Fərəməz Maqsudov qoydu komitənin başına. Deməli, mənim kimi 3 cavan professoru, bir də
5-6 akademiki onun üzv elədi, dedi ki, bu yaramayan universitetləri cəmaatı soğan universitetlə bağlayır. Hatta nəsə bir komissiyada vardı, hər yer bir dənə deyirəm, professor adı verirdi, elmlər namı. Yox, onu akademiyaya verirdi, o da vardı. Belə özbaşınalıq vardı. Onu indi görürsən yoxdur. İndi yoxdur. O zamanlar 180 məktəbdən, ali məktəbdən biz 18-ini saxladıq, 170-in bağladıq. Çünki Heydər Əliyev tapşırığı idi. Kənddə 2 gözlü otaqda universitet olar. İdman meydanı yoxdur, kitabxanası yoxdur, professoru yoxdur, istiqçısı yoxdur, soyuq suyu yoxdur, universitet. Cəmaatda cəmaatın avam hissəsi də çoxdur. Belə təbliğata uyub, hamısı uşağın aparır, qoyurdu. İnəyin, heyvanın çatıb bu adama ötürürdü. Belə şeyləri nizam gətirdi Azərbaycanı bugünkü çiçəklənən bir dövlətə çevirdi. İndi də bu saatda əlbəttə Şahlar müsibət, Ulu Öndər Heydər Əliyevimizə belə bir aforizm vardı. İqtisadiyyatı güclü olan dövlət hər şey qalib gəlir. Bax, iqtisadiyyatın gücləndirilməsi, sosial problemlərin, yəni əhalinin sosial, məişət və digər problemlərin həll edilməsi üçün Ulu Öndər Heydər Əliyev çox prinsipial, qətiyyətli addımlar atdı. Hətta 1994-cü ildə əsrin müqaviləsi, yəni onun imzalanmasına həyat keçirdi. O böyük bir siyasi addımıdır, çox böyük siyasi addımıdır. Çünki Azərbaycanda bayaqları biz bir qonşumuzdan danışırdıq, şimal qonşumuzdan ki, o istəmirdi ki, torpaq əlindən geçsin. Yəni, 100 illərlə əlində olan torpaq əlində qalmaq istəyirdi. Amma bununla bərabər Azərbaycanın torpağında gözəl olan başqa dövlətlər də vardı. Elə erməniləri götürən başqa dövlətləri də götür. Heydər Əliyev bütün bunları, o proseslərin hamısını nizama saldı, dövləti qurdu. Dövləti qurdu. Universitetlər mənim sahəmdə, ona görə deyirəm. Universitetdə biliyə qiymət yoxdur. Heç bir universitet demək olar ki, nəyə də qiymət? Münasibətə. Filankəsin oğuldu, ona 5 yaz. Filankəsin gəlinidir, ona 4 yaz. Ya da ki, al bu 5 manatı, ona qiymət yaz. Deməli, qiymət biliyin göstəricisi deyildi Azərbaycanda. Nəyin göstəricisi idi? Münasibətlərin. Münasibətin. İndi bu saatda onlarla gözəl məktəblərimiz var. Mənim nəvələrim də oxuyur. Heç ağlıma da gəlməz hansı müəllim mənim nəvəmdən nə isə umubdur. Yoxdur. Bunlar hamısı keçdi, getdi. Nəyin hesabına keçdi? Qurulmuş, düzgün sütunlar üzərində qurulmuş dövlətin hesabına. Söz yox ki, Şahlar müəllim, sizin Ulu Öndər Heydər Əliyevlə fərdi və yaxud da ümumi şəkildə görüşləriniz, söhbətləriniz, müzakirələri, yadda qalanlarla bağlı tamaşaçılarımızla nəyisə bölüşə bilərsiniz? Bilirsən, bunu mən çox yazmışam, mətbuatda da var. Onu deyə bilərəm bir neçəsini deyim. Buyur, maraqlı hissəsindən buyur. Deməli, Heydər Əliyevlə ilk dəfə mən Bakı Dövlət Universitetinin 50-lik yubileyində laboratoriyadaydım. Bizə dekan demişdi ki, qonaqlarımız laboratoriyalar gəzəcək. Mən öz qurğumun ətrafında o gözləyirdim, qurğum işləyirdim. Gördüm, uca boylu bir kişi içəri daxil oldu. Dalınca Təhsil Naziri, rektor daxil oldu. Mənim qurğum işlədiyi kimi sənin televizor necə işləyir, işıq verir, heylə işıq verir, düz gəldi yanıma. Canov olan, bu nə olan şeydir? Mən qurğudan danışdım. Harada tətbiq olunacaq? Dedim, mikroelektronika tətbiq sahəsində oldu. Bir neçə belə sual verdi. Uğurlar dilədi, getdi. İlk görüşüm belə olub, ayaq üstə 1 dəqiqə. Dəqiqə yarım. İkinci dəfə mən Heydər Əliyevlə görüşdüm Naxçıvanda. 91-lərin nümayəndəsi kimi, biri kimi biz Heydər Əliyevlə görüşə getdik. Həm də Yeni Azərbaycan Partiyasının deməli yaratmalıydıq. Yeni Azərbaycan səhər partiya yaranacaqdı, axşam bizi qəbul etdi. 92-ci ilin noyabr ayının 20-sində qəbul etdim. 20-sində qəbul etdim. Qəbul etdim.
deməli, tələbi də buydu. Siz gəlmişsiniz ki, belə bir partiya yaradasınız, partiyanın başında məni görmək istəyirsiniz. İndi durun, hər biriniz mənə inandırın ki, siz bu addımı düz fikirləşib tapırsınız. Mənim Bakıya getməyimin əhəmiyyəti var, yoxsa yox? Neçə nəfərdiniz o qəbul deməli? Təqribən ki, 1-40 nəfər olardı. Çox sıxıdır. Ali məclisdə görüşürsünüz. Yox, zat öz kabinetində. Hə də, Naxçıvan Ali Məclisinin sədrinin kabineti. Deməli, Sürüs Təbrizi danışdı, söz verirdi Əli Nağıyev, təqdim edirdi Əli Nağıyev, danışdı. Sürüs Təbrizi, Səfyar Müseyib Murtuz müəllim. Haradasa 5-ci mənə verildi ki, Bakı Dövlət Universitetinin professor Şahlar müəllim. Mən bir misal çəkdim. Misal xoşuna gəldi. Dedim, Heydər müəllim, Hindistan padşahı Bağdad xəlifəsinə hədiyyə göndərir, bir dənə də həkim göndərir. Hədiyyə kitablarıdır, qızılıdır, əşyalarıdır. Həkimi də göndərmişdi ki, get xəlifənin sağlamlığın keşiyində dur. Ona görə xəlifə soruşur həkimdən, hansı dərdlərin dərmanını bilirsən? Xəlifə dərdlərin dərmanını deyir, bir dərmanım da var da, o da sizin onu atandan sonra ağ saçlarınız qaralanacaq, qara olacaq. Belə deyəndə xəlifə əlin çırpır stola, deyir, mən öz ağ saçlarımı qara saçlara dəyişmərəm. Ağ saçdan xalqın yoluna işıq düşər, qara saç zülmət rəngidir. Mən o dərmanı atmaqdan imtina eləyirəm. Dedim, indi Azərbaycan xalqının, böyük Azərbaycanın, Naxçıvan balaca Azərbaycan, böyük Azərbaycan sizin ağ saçların işığına ehtiyacı var. Gəlmiş ki, təvəqqə eləyək ki, o işıqdan böyük Azərbaycana. Bu söz xoşuna gəldi. Ondan sonra partiyanın birinci qurultayında mən çıxış elədim. 91-lərin adından. 21-də də, noyabrın 20-də. Hə. Ondan sonra deməli... Yəqin ki, o cal çox soğuq olar, qış günü... Yox, o səhvdir. O partiyanın həssiz günü çox soyuqdur. Çox soyuqdur. Bütün hamımız paltoda, plaşda oturmuşduq noyabr ayıdır. Bir kostyumda oturan Heydər Əliyevidir. O qədər soyuqdur ki, fotograf o lampanı yandırdı, gətdi, qoydu Heydər Əliyevin ayağının altına ki, qoy o biraz işıqlandırsın, ayağından soyuq çəkməsin. O şəraitdə belə. 500 adam görübdü, bu mənim deməlidir. Hə, belədir, ondan sonra çoxlu gözəl görüşlərim olub, təyyarədə də olubdu. Yəni, yerdən bir 9 kilometr qəlbədə də olubdu, torpaqda da olubdu. Allah qəni-qəni rəhmət eləsin, Heydər Əliyev 1000 ildə bir dəfə doğulan dahilərdəndir. O həyatda Atatürk'də bunu Ecevit deyibdi. Haklısın. Azərbaycan 5000 illik tarixi var. 5000 illik tarixində 2-3 barmaqla sayılan böyük şəxsiyyətlər olur. Bilirsən, 1000 ildə biz geri qayıtsaq, Nizamidən bəri gəldik də. Mən bilmirəm, Nizami olsun bir, yaxşı Füzuli də olsun, Üzeyir Hacıbəyov da olsun, Heydər Əliyev də yoxdur. Bəlkə mən səhv deyirəm. Düz haqlısınız. İndi əgər Nizami ilə Heydər Əliyev bir əstə yuxarı qaldırsaq, onda onlar olur 2000 ildə bir, o birləri 500 ildə. Ucu liderlərdən, danışsa rəqəmləri, böyük sərkərdələrdən, dahi şəxsiyyətlərdən. Hə, bəli. Təbii ki, barmaqla sayılanlardan. Barmaqla sayılan, 1000 ildə bir dəfə doğulan şəxsiyyətdir. Hə, o Azərbaycanı da çox sevirdi, vətəni də çox sevirdi, ailəni də çox sevirdi. Heydər Əliyevin əslində... Ən böyük xidmətlərdən həm də biri odur ki, Prezidentim İlham Əliyev ki, böyük bir şəxsiyyəti yetişdirməsinə. Bəli, elə onu mən deyirdim. Ailə məsələsi də çox vacibdir. Hə, o ailə də deməli Azərbaycan xalqına İlham Əliyevi veribdi ki, o bizim 200 illik problemimizi, 200 illik problemimizi, Qarabağı... Mənim aləmində hər kəs İlham Əliyevə bir cüradır, amma onu Qarabağ Fatihi adlandırıram. Qarabağın Fatihidir İlham Əliyev. Qarabağın Fatihidir. Yazılır Qarabağı qurur, Qarabağdaşı. Qarabağı hamımız qurarıq. Yəni, puldan asıl olan şeyin o Fatih başqadır. Erməninin başından vurub, dalından da bir təpiyə atıb, sərhədin o tərəfinə tullamaq başqa şeydir. Sağ ola İlham. Sağ ol. Siz Qarabağdan danışanda təbii ki, orada Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev böyük sərkərdəlik məharətindən
Nə ki bu verilişlər, hətta kitablar yazılsa belə ona sığmaz. Amma biz çox istərdim ki, bax Qarabağın azadlığı uğrunda xalq, Prezident İlham Əliyev birliyi və ordunun bax göstərdiyi misilsiz xidmətlərdən danışasınız. Bunu bəlkə dayandıraq. O səhvdir. Mən o haqda çoxlu məqələlər yazmışam. Bəli. Qarabağın fatihi qisas qiyamətə qalmadı. Məqələm var, qisas qiyamətə qalmadı. Bəli. Bizə elə zülm vermişdi ki, ermənilər. Elə bir zülm vermişdilər ki, deyirdi ki, o Allah bilir, 1000 illərdən sonra ala qalmayaq. Amma mənim məqələmim qisas qiyamətə qalmadı. Biz ermənidən qisasımızı aldıq. Burada tək İlham Əliyev bir Fatih kimi yox, eyni zamanda bir çox düşüncəli, dərrəkəli Azərbaycanın müdrik adamı da çıxış edir. Kimi də çıxış edir. Misal üçün nə deyir? Deyir, ermənilər yerli xalq deyil. Yerli xalq öz məktəbini yandırmaz. Yerli xalq öz xəstəxanasını yandırmaz. Yerli xalq yaşadığı evi yandırmaz. Bunlar yandırırsa, deməli, bunlar Qafqazda deyirlər, gəlmədilər. Görürsün, necə yanaşmadır. Bax, bu siyasi yanaşma deyil ki. Sosioloji yanaşmadır. İctimai yanaşmadır. Necə gözəl keyifdir. Və yaxud da İlham Əliyev demədimi ki, nəyi, nə vaxt etməyi mən hamıdan yaxşı bilirəm. Elədirmi? Hə, ona görə bu 100 illikdə iki böyük məsələni bir yerdə deməli, eləməyib, onu bir başqa vaxtı çağırarsan, gələrəm, onda da... Çox istərdim ki, bugünkü 102-ci il dönümlə bağlı bizim Bakıda və regionlarda keçirilən tədbirlərdən danışasınız. Bax, məsələn, partiyanın qurucusu kimi. Mən həmişə rayonların tədbirlərinə getmişəm. Bax, Bəhruzla da çox getmişəm. Avqustla da çox getmişəm. Sudeyf İmanverdiyevinə getmişəm. Amma indi sağ olsunlar, mənim yaşımın biraz çox olduğunu nəzərə alaraq mən rayonlara çox getmirəm. Ancaq deməli, Bakıda, Bakı rayon təşkilatlarının tədbirlərində iştirak edirəm. Amma deməli, bir halda ki, mən istəyirəm Heydər Əliyevin həyatı ilə bağlı danışaq. Onun üçün biraz da deyim sənə. İlham çıxış eləyir bütün iclaslarda 5, 6, 7 nəfər. Hamısı uğurları sayır. Uğurlar real uğurlardır, yalan yoxdur, hamı düzdür. Ki bu işi gördük, bu işi elədik, bu işi elədik, iqtisadiyyatımızı belə elədik, pensiyaları belə elədik, orta məktəblər belə təbabət. Hamı hərəkətdən danışır. Etdiyimizdən danışır. Amma heç kəs sual vermir ki, bu uğurun kökü hardadır? Bu uğur hardan su içir? Dərinə getmir. Hamı dayaz. Dərinə gedir. İndi onu sən mənə desən ki, Şahlar müəllim, bu son illərdə, ya İlham Əliyevin son 20 ildə, ya Heydər Əliyevin 10 illiyində uğurun kökü hardadır? Hardadır? O haqda mən bir balaca məlumat verim sənə. Deməli, 1984-cü ilin aprel ayında eşidirsənmi? Kremli xəstəxanasında Zərifə xanım gözün əbədi yumur bu dünya. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Və Heydər Əliyev və yaxınlaşır Zərifə xanımı müalicə edən həkim bir kağız parçasını, bükülmüş kağız bir parçasını verir ki, Heydər Əliyev, axşam buna baxarsınız. Heydər Əliyev o kağız parçasını qoyur cibinə, gedib Zərifə xanımı torpağa tapşırıb evə qayıdır. Qaydanda o kağız parçasını əlinə atır, çıxır. Açır, görür ki, kağız parçasında
1954-cü ilin noyabr ayında Leytenant Heydər Əliyevin Zərifə xanım Əliyevə bağışladığı üzük və sırğadır. Deməli, bura bax, diqqət etib. 84-cü il 54-də də bunların toyu olubdur. Ondan sonra Heydər Əliyev böyük və böyük vəzifələrdə olubdur. Azərbaycana rəhbərlik eləyib. SSR Nazirlər Şurasında böyük vəzifə Nazirlər Kabinetində sədr müavini olubdur. İnanıram ki, Zərifə xanımın digər zinət əşyaları da olubdur. Amma Zərifə xanım Balnisya gedəndə 54-cü ildə Leytenant Əliyevin ona hədiyyə etdiyi sırğanı üzüyü taxır gedir Balnisya. Heydər Əliyev onu görəndə özünü saxlaya bilmir göz yaşlarını. Deməli, əgər Heydər Əliyev uğurlar qazanırsa, o uğurlar kökün hardan alır? Ailədən alır. Ailədən alır. Həmin o bir misalını sənə dedim. Hər gün insan işə gedir. Hər gün də uğurlar qazanır. Evə qaydanda o biz telefonu ki, taxırıq cəryana. Ailədə o məhəbbət, o cəryan, o hörmət, o sevgi ailədə onu o qədər deməli doldurur ki, səhər gedir yenə uğur qazanır. Və beləliklə 30 il yaşadı. Həmin uğurun nəticəsi biri də elə İlham Əliyevin o ailədə böyük başa çatmasıdır. Ailə çox böyük. Müqəddəs istifadə. Bəli. Bax, bu da olsun. Şahlar müəllim, siz mən bilirəm ki, cəmiyyətdəsiniz, insanlarla mütəmadi görüşlər keçirirsiniz, həm də gənclərin sevilmisiniz. Bir sual vermək və öyrənmək istəyirəm. Yeni Azərbaycan Partiyasının qurucularından biri kimi sizi qane edirmi ki, Azərbaycan gəncliyinin və müasir Azərbaycan gəncliyinin Ulu Öndər Heydər Əliyevimizlə bağlı həyatı, fəaliyyəti, dövlətçilik üçün ümumiyyətlə böyük qlobal gördüyü işlərlə bağlı məlumatları, bilgiləri yetərlidirmi? Yox, mən demirəm ki, yetərlidir. Mən elə bilirəm, bunu daha yaxşı səviyyə qaldırmalıyıq biz. Onun üçün nə etmək lazımdır? Nə etmək lazımdır? Bəli. Buna ideologiya lazımdır. İndi mən sənə bir şey deyim ki, bizdə indiki dövrdə belə, cəmiyyətdə belə fikir yaranıbdır ki, ideologiya ola bilməz. Amma ideologiyasız cəmiyyət də ola bilməz. Mən bir misal çəkim sənə. İdeologiyasız cəmiyyət də ola bilməz. O sən dediyin suallara cavab vermək üçün gərək ideologiya lazımdır. Heydər Əliyev Bakıya gəlmişdi. 93-cü ilin yanvar-fevral ayı idi. Qardaşı Həsən Əliyevin 40-ına gəlmişdi. O 40-ın verən günün səhərisi Nərmanov metrosunun yanında elektrotexnika üstündə yapın təsisçiləri ilə görüşü oldu, yapçılarla. Həmin görüşdə çıxış elədi rəhmətli Zahid Qaralov. Zahid Qaralov, pedaqoq professorudur. O çıxış bu saatda mənim yadımdadır, ideologiya ilə bağlı idi. Dedi, Heydər müəllim, bizim bu Azərbaycanda bir kənddə bir kişi öz itin güllə ilə vurarsa, bütün kənd duracaqdır ki, filan kişinin başı xarab olubdur, itin güllə ilə vurdu. Amma o kişi durub bircə cümlə desə, cəmaət, bu it qudurmuşdu, sizdən qorxdum. İti ona görə öldürdüm ki, sizi tutmasın. Hamı deyəcəkdir, bu kişi bizim elin ağsaqqalıdır. Yəni, bir cümlə, bir ideologiya cəmiyyətin fikrini dəyişir. İndi Heydər Əliyev o qədər bəyəkləri məndən fatihdir. Bakıda mən yaşadığım yerdə böyük bir mərkəzi park yaradıbdır. O parkdan mən də bəhrələnirəm. Heç bu görünən işlərdən bir deyən yoxdur, bir onu göstərən yoxdur, bir onu təbliğ eləyən yoxdur. Elə danışırlar ki, elə bütün dərd-sər müharibədə olmuş, deməli, yara almış o uşağın dərdidir ki, Azərbaycanın dərdə, qardaş.
O dərd də bizim dərddir. Amma bizim bu cür işlərimiz də var axı. Ona görə ideologiyanı biz elə qaldıra bilərik ki, elə qaldıra, həm gördüyümüz işi bütün cəmaat görər, qəbul edər, əl çalar. İdeologiyamız olmasa, görər, dinməz, əldə çalmaz. Ona görə ideoloji işin yuxarıya qaldırmağa ehtiyac böyükdür. Sənin sualına cavab verə bildim. Kifayət qədərilə. Uşaqlar müəllim, Allah sizi qorusun. Siz Sağ ol. Azərbaycan xalqının doğrudan qızıl fondlarındansınız, nümayəndələrindənsiniz. Var olasınız. Allah sizi bir daha deyirəm, qorusun. Təşəkkür edirəm sizə. Sağ ol. Çox maraqlı bir söhbətlər apardıq. Həqiqətən də mən zövq aldım. O qədər maraqlı danışdım. Mən bəzən də ki, hissə qapıldığım fikirlərim uzaqlara getdi, çıxdı. Təşəkkür edirəm sizə. Sağ ol. Mən tamaşaçılarımıza da təşəkkür edirəm. Bunların sualları var idi. Dediyim kimi, o qədər maraqlı və bizim suallarımızı çox detallı şəkildə siz şərh elədiniz ki, fürsət tapıb, imkan yaranmadı ki, biz o sualları sizə verdik. Amma yəqin ki, siz verilişə baxanda o suallara imkan olsa özünüz cavab verərsiniz. Hələlik isə bizə ayrılan vaxt burada yekunlaşır. Bir daha deyirəm, sizə təşəkkür edirik. Çox sağ olun uşaqlar müəllim. Həmişə belə gözəl bir məqamlarda biz burada oturaq və sizlə belə maraqlı söhbətlər aparaq. Əgər əlavəniz yoxsa yekunlaşdırırıq. Hörmət tamaşaçılar, bununla da verilişimiz sona çatır. Lakin bir məsələ xatırlatmaq istəyirəm. Sabah elə bu mövzuda bizim tanınmış ziyalılarımızdan olan Xeyrəddin Qoca mənim təqdimatımla bu verilişdə qonaq olacaq. İstəyən tamaşaçı verilişə qatda suallarını, fikirlərini yaza bilərlər. Hələlik bu qədər. Bir daha xatırlatmaq istəyirəm. Qonağımız Yeni Azərbaycan Partiyasının qurucularından biri olan tanınmış professorumuz, əməkdar elm xadimi, 91-lər hərəkatının üzvü Şahlar Əsərov idi. Sağ olun, növbəti görüşə qədər.